Azərbaycan səhiyyəsinin flaqmanlarından biri olan Kliniki Tibbi Mərkəz öz fəaliyyətinin 110-cu il dönümünü qeyd edir. Bir əsrdən artıq tarixə malik olan bu tibb ocağı fəaliyyətə başladığı ilk gündən etibarən ölkəmizdə tibb elminin inkişafına, yüksək ixtisaslı kadrların yetişməsinə və ən əsası on minlərlə insanın sağlamlığının bərpasına misilsiz töhfələr vermişdir. Zəngin ənənələri müasir tibbi texnologiyalarla birləşdirən mərkəz bugün ölkənin ən strateji və çoxtərəfli tibbi xidmət müəssisələrindən biri hesab olunur. 110 illik yol sadəcə təqvim rəqəmi deyil, bura gərgin əmək, minlərlə uğurlu cərrahi əməliyyat və xalqın etimadını qazanmış fədakar həkimlərin peşə fəaliyyətidir. Kliniki Tibbi Mərkəzin fəaliyyətinin 110 illiyi münasibətilə mərkəzin direktor müavini İbrahimova Məhəbbət Eyvəzəli qızı səhiyyə sahəsindəki səmərəli xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Məhəbbət xanım uzun illik fəaliyyət ərzində tibb müəssisəsinin idarə olunmasında, pasiyent məmnuniyyətinin təmin edilməsində və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində böyük peşəkarlıq nümayiş etdirmişdir. Onun rəhbərliyi altında həyata keçirilən təşkilati işlər mərkəzin kollektiv ruhunun möhkəmlənməsinə və xidmət səviyyəsinin müasir standartlara uyğunlaşdırılmasına xidmət edir. Bu yüksək mükafat həm Məhəbbət İbrahimovanın fərdi əməyinə verilən dəyər, həm də Kliniki Tibbi Mərkəzin bir əsrdən artıq davam edən xidmət estafetinə sadiqliyinin göstəricisidir.